deyir Allahın bu səsini eşitməsə, onda dünya onu, həsrət onu öldürəcək. Nəyi başa salmaq istəyir sözün qısası? Dünya üçün çalış. Nə əlvə çatmasa, bil ki ondan artığın verəcək. Nə əlindən çıxsa, o saat qulaq as. Səssizlikdə Allahın səsini eşit. Səssizlikdə eşitdə, sükutun içində Allahın səsini eşitmək var. Deyirsən ki, qüdrətin çatır, bəli. Rəhəmlisən, bəli. Mən çalışmışam, bəli. Nəticə yoxdur. Deməli, sən daha üstün bir şey mənə vermək istəyirsən, bunu verməməklə. Daha artıq bir şey vermək istəyirsən. Yətəəzzə bi'əzaillah budur. Allahın nəvazişidir bu. Hardasa, bax bir dənə şey qayda deyir, qurban olun bunu yadda saxlayın. Harda əlindən bir şey çıxdı, harda istədin əlin bir şeye çatmadı, yönəl Allaha, bil ki o sənə bu saat nəvaziş edir. Allahın xoşu gəlmir bəndəsi nəyəsə çatmasın. Deməli, Allah artığın verməklə məşğuldur. Artığın verməklə məşğuldur.